Bismillah. Bugünkü dersimiz El-İsmul Mensub. Mensub isimler hakkında olasıdır. Biz evvelki derslerde merfu isimlerin növlerini keçdik. Ondan sonra tevabi hakkında danıştık. Bu dersimizden ise mensub isimlere başlayasıyıq. İlk önce giriş mahiyetinde onu qeyd edim ki, mensub isimlerin əlaməti 4 dənədir. Bunlardan birincisi fəthədir. İkincisi əl-ya'u, ya hərfidir. Üçüncüsü əl-kəsratu, yəni kəsrədir. Dördüncüsü isə əlif, əlif hərfidir. Fəthə hansı sözlərdə olur? Fəthə müfrəd sözlərdə olur, bir də cəmi təksirdə olur. Yəni sınıq cəmdə olur. Məsələn, qara'al müdərrisu ən-nususə, müəllim mətinləri oxudu dediyimiz zaman burada ən-nususə sondakı fəthə nasb əlamətidir. Və ən-nusus cəmi təksirdir, yəni sınıq cəmdir. Başqa bir nümunə verəsi olsaq, qadəs-səiqu əs-səyyarətə, sürücü maşını sürdü. Əs-səyyarətə, burada əs-səyyarətə mənsub isimdir və əlaməti də sondakı fəthədir. Fəthədir və əs-səyyara sözü müfrəd isimdir. Müfrəd isimdir. Biz bunlara yəni Azərbaycan dilinə uyğunlaşdırılmış halda nə deyirik? Yəni təsirlik halda deyirik. Yəni sonunda fəthə varsa buna təsirlik hal deyirik. İkinci əlamət dedik ki, yədir, yə hərfidir. Bu da hansı sözlərdə olur? Birincisi əl-musənnə, yəni təsniyələrdə olur. Yəni ikili formada olan sözlərdə olur. İkincisi də cəm'ül müzəkkəris səlim, yəni kişi cinsinin düzgün cəmində olur. Belə sözlərdə olur. Məsələn, təsniyəyə nümunə verəsi olsaq, qabəltu əl-müdərriseyni deyərik. Burada əl-müdərriseyni təsniyədir və bunun nasb əlaməti yədir, yə hərfidir. Yəni buradakı bu yə hərfinin sükunlu olması onun mənsub olduğunu, yəni təsirli halda olduğunu göstərir. Kişi cinsinin düzgün cəminə nümunə verəsi olsaq, qabəltu əl-müdərrisinə, yəni müəllimlərlə görüşdüm. Əl-müdərrisinə, burada sin hərfindən sonra yənin gəlməsi bu sözün mənsub olmasının əlamətidir. Yəni təsirlik halında olmasının əlamətidir. Üçüncü əlamət isə dedik kəsrədir. Bu da hansı sözlərdə olur? Cəm'ül müənnəsis səlim, qadın cinsinin düzgün cəmində olur. Məsələn, rəeytu əl-mümərridati deyirik. Yəni tibb bacılarını gördüm. Burada əl-mümərridati şəklində T hərfinin, sondakı T hərfinin hərəkəsi kəsrə. Kəsrə olur. Bu kəsrə nasb əlamətidir. Yəni bu sözün təsirlik halda olmasının əlamətidir. Dördüncü olaraq isə əlif dedik.
fil esmail hamseti. Yani 5 isimde olur. 5 isim, bu isimler hansı isimlerdir? Yani 5 tane hususi söz var ki bu sözlerde elif nasb əlaməti sayılır. Bu sözlerde ebun, ehun, hamun, fu ve zu sözleridir ki bu sözlerde elif nasbın əlamətidir. Məsələn, şəhədtu əxəkə deyirik. Yani senin kardeşini gördüm. Burada əxəkə, xa harfinden sonra elif gelir. Bu elif o sözün mensub olmasının alametidir. Burada bunu da qeyd edək ki, nasb əlaməti olaraq belə deyirik, el-fəthətu əsliyyətun. Yani nasb əlaməti olaraq əsas olan fəthədir. Diğerləri isə, diğer əlamətlər isə fər'i əlamətlər sayılır. İndi mənsub olan isimlər hansılardır? Bunlara gəldikdə isə 11 dənə kəlmə var ki, bunlar mənsubdular, mənsub sayılırlar. Bunlardan birincisi innənin ismidir. Yani inne ve benzerlerinin ismidir. İkincisi kâne'nin haberi. Kâne ve benzerlerinin haberi mensub olur. Üçüncüsü mef'ulun bih'ti. 5 tane mef'ul var ki bunların 5'i de mensub olur. Üçüncüsü dedik mef'ulun bih'ti. Dördüncüsü mef'ulun mutlaktır. Beşincisi mef'ulun leh ve yahut da li ecli deyilir. Altıncısı mef'ulun ma'h. Yedincisi mef'ulun fi. Mef'ulun fi. Yani zerfi zaman ve yahut da zerfi mekan da deyilir. Dokuzuncusu hal. Bağışlayın, 8. hal. 9'uncusu müstesna, 10'uncusu münada, 11'de temyiz. Bu 11 tane kelime mensub olur. Yani tesirlik halda olur. Yani sonu fetheli olur. Bir de bunu da qeyd edək ki, mensub isme tabi olan isim de mensubdur. Bunu evvelki derslerde demiştik. Yani tevabi olan sözler de mensub olur. Çünkü mensub isimden sonra gelir bu sözler. Bunlar da neydi? Ətf idi, naat idi, bedel idi, bir de təkid idi. Şimdi mensub olan isimlerden birincisi dedik ki innenin ismidir. Bu mevzuya geldikte bu mevzuya inne ve ahavatuha deyilir. Yani inne ve benzerleri. Bunların ismi. Bunlar yani inne ve benzerleri hansılardı? İnne, enne, keenne, lienne, leyte, lealle. Bu sözlerdir. Bunlar hakkında danışmıştık evvelki derslerde. Bunlar isim cümlesinden önce gelir. Yani mübteda ve haberden önce gelir. Burada mübteda mensub olur. Yani tesirlik halında olur. Mesela el-babu meftuhun deyirik. El-babu kapı meftuhun açıktır. El-bab el-babu adlı halındadır. Yani merfudu, meftuhun da həmçinin adlı halındadır, merfudur. İnne geldiği zaman ise bu cümlenin önüne burada mübtedanın harekesi değişir. İnnel babe meftuhun
deyirik. İnnənin mənası həqiqətən şübhəsiz mənası var. Həqiqətən qapı açıqdır. İnnəl bəb. Artıq bu əl-bəb sözünə biz mübtəda demirik, innənin ismi deyirik. Yəni innənin ismi də mənsub olur. Yəni təsirlik halında olur. Başqa bir nümunə verəsi olsaq, bu məşhur bir şeirdəndir. Leytəş-şəbəbə yaudu yevmən. Leytə dedik ki, innənin bənzərlərindəndir. Leytədən sonra gələn şəbəb sözü leytəş-şəbəbə mənsub olur. Yəni sonu fəthəli olur. Kaş gənclik bir gün qayıtsa mənasında. Ondan sonra innənin ismi ya mövrəb olur. Mövrəb nə deməkdir? Yəni son hərəkəsi dəyişən, dəyişə bilən kəlmələrə deyirik. Yuxarıdakı nümunələrdə olduğu kimi, yəni bəb nümunəsində, şəbəb nümunəsində olduğu kimi. Və yaxud da ki, məbni olur. Məbni olması nə deməkdir? Yəni son hərəkəsi dəyişmir. Yəni bir halda qalır, sanki donmuş bir vəziyyətdə qalır. Buna nümunə olaraq da nələri verə bilərik? Damirləri verə bilərik, yəni əvəzlikləri. İsmi işarə, işarə əvəzliyini, ondan sonra ismi məvsul, bunları verə bilərik. İsmi məvsula da biz nisbi əvəzlik deyirdik. Məsələn, innəkə kərimun, yəni həqiqətən sən cömərtsən. Burada innədən sonra kə damir gəlib, yəni şəxs əvəzliyi gəlibdir. Buradakı bu, yəni əl-kəf burada damirdir, əvəzlikdir. Məbnidir, ancaq necə deyirik? Fi məhəlli nasbin. Yəni nasb məhəllində məbnidir. Yəni sonu dəyişmir kəfin. Hansı halda olur, olsun. Yəni sonu dediyim hərəkəsi dəyişmir. Başqa bir nümunə. İnnə həzə əməlunə fikə. Həqiqətən bu sənin haqqında bizim arzumuzdur, ümidimizdir. Bu cümlədə innədən sonra həzə gəlib, ismi işarədir, yəni işarə əvəzliyidir. Bu da məbni bir sözdür. Yəni sonu dəyişməyən bir sözdür. Bu da yenə nasb məhəllində sayılır. Ondan sonra lə ən-nəfiyə lil-cins. Yenə innənin bənzərlərindən sayılır. Lə ən-nəfiyə lil-cins nədir? Mütləq inkar bildirən lə. Yəni ismin cinsində olan bütün fərdləri xəbərdə inkar edir. Belə bir lədir. Bundan sonra gələn isim, lədən sonra gələn isim nə olur? Mənsub olur. Yəni fəthəli olur. Şərtləri nədir? Birincisi şərti odur ki, buradakı isim nəkirə olmalıdır. Yəni qeyri müəyyən olmalıdır. Önündə əliflam olmamalıdır. İkinci şərti odur ki, isim birbaşa lədən sonra gəlməlidir. Yəni arada bir söz olmamalıdır. Üçüncüsü, isimdən əvvəl hərfi cər olmamalıdır. Yəni isimdən əvvəl hərfi cər, yəni ön qoşma olmamalıdır. İndi lənin ismi muzaf və yaxud da şəbihun bil muzaf olduqda mənsub olur.
Mənsub olur. Məsələn, la fa'ilə xeyrin məkruhun cümləsində. La fa'ilə xeyrin məkruhun cümləsi. Buradakı la'dan sonra gələn fa'ilə xeyrin muzafdır. Yəni izafət tərkibidir. Xeyr işləyən kəs, yəni pis ola bilməz mənasını verir. Fa'ilə deyirik, yəni mənsub deyirik, yəni fəthəli şəkildə bunu ifadə edirik. Başqa bir nümunə, la tali'an cəbələn tahirun. Buradakı la'dan sonra gələn tali'an cəbələn isə şəbihun bil mudaf. Mudafa bənzər. Tali'an cəbələn, yəni dağa çıxan kəs. Tahirun tahir deyil. Buradakı la'dan sonra gələn söz tali'an hansı haldadır? Mənsub haldadır. Yəni fəthəlidir. İndi burada bir də bu məsələni qeyd edək ki, bu la'dan sonra gələn söz muzaf və yaxud da ki şəbihun bil muzaf deyilsə, yəni bu tərkibin bir hissəsi deyilsə, məbni sayılır. Yəni sonu fəthədir, amma onu biz məbni saymalıyıq. Məsələn, la raculə fiddari dediyimiz zaman evdə heç bir kəs yoxdur, evdə heç kişi yoxdur. La raculə mütləq inkardır. Buradakı raculə sözü la'nin ismidir. Məbniyun aləl fəth deyirik. Yəni fəthə üzərə məbnidir, çünki son hərəkəsi fəthədir. Fi məhəlli nasbin. Nasb məhəllində. Yəni bir də qeyd edəsi olsaq, la'dan sonra gələn əgər muzaf və yaxud da ki şəbihun bil muzaf deyilsə, o zaman məbni sayılır. Muzaf və yaxud da ki şəbihun bil muzaf isə, o zaman bunlar murab olaraq deyilir. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.